Deməli, Popeyes'a getməyən bir biz qalmışdıq. Dedik bugün olar. Düşünmüşdüm ki, açılışın üstündən nə qədər vaxt keçibdi. Yəqin yenə sıra olmaz. Amma nə qədər sıra var idi. Tam 15 dəqiqə sırada gözlədim. 15 dəqiqədə yeməyin hazır olmağını gözlədik. Biz 9 manat 90 qəpik olan klassik menyudan sifariş elədik. Ayrıca da sos sifariş elədik. O da 95 qəpik idi. Menyuya burger, istənilən içki və kartof daxil idi. Burgerin ölçüsü çox böyük idi. Yəni bunu yeyib də doymamaq mümkün deyil. Mən toyuğunun dadını ekstra bəyəndim, amma kartof frisi üçün eyni şeyi deyə bilməyəcəm. Ədviyyatı həddindən çox idi. Yəni adamın ürəyini vururdu bir müddətdən sonra. Çalışıram ki, hər dəfə fərqli, adını bilmədiyim sosları yoxlayım. Burada da nola sosunu yoxladım. Qətiyyən bəyənmədim. Rəfiqəm isə sarımsaqlı sos almışdı, əla idi. Əvvəllər Popeyes'in yerində rotanta var idi. Onun burgeri, hələ kartof frisi dəhşət dadlı idi. Kaş o geri qayıtsa, mən onu seçərdim yəni. Buradan çıxandan sonra da getdik srok almağa. Təəccübləndikmi qətiyyən yox. Daha sonra qərar verdik ki, Zəfər muzeyinə gedək. Mən açılandan bəri heç getməmişdim. Yəni mükəmməl bir yer imiş həqiqətən. İçəri girəndə elə bil başqa bir dünyaya düşürsən. Texnologiyanın bu qədər inkişaf elədiyinin fərqində belə deyildim. Həm səs, həm də vizual olaraq hər bir detal çox incə düşünülmüşdü. Buranı gəzib bitirəndən sonra anlayırsan ki, ölkə olaraq necə çətin günlərdən keçmişik və bu günlərə gəlib çatmaq heç də asan olmayıb. Tələbələr üçün giriş cəmi 1 manat idi. Məsləhət görərdim ki, gedin, birbaş çəkin. Əminəm ki, bəyənərsiniz.